dedik. Bir ara xatırlayırsınız, bizim qonşuların belə bir adı var idi. Keçirdiyi əməliyyat, dağlarda toy deyirdilər. Bəli, Şuşanın işğal olunması. İşğalı ilə bağlı. Düzdür, bilmirəm müqayisə nə qədər uğurludur, amma bu əməliyyatın adını balotalarda toy qoymaq olar. Rusiyanın balotalarında, yəni bataqlıqlarında toy. Həqiqətən də möhtəşəm bir nəticəsi həm psixoloji sahədə, həm informasiya sahəsində, həm hərb tarixinə düşəcək əməliyyatlardır. Bu barədə artıq danışmışsınız. Mən demək istəyirəm ki, əmələ gəlmiş tamaşaçıların diqqətinə çatdıraq ki, verilən informasiyaları diqqətlə oxumaq lazım idi. 2 ay əvvəl General Sırski bu barədə açıqlamasında demişdi ki, biz asimetrik savaş aparırıq. Sizlə olan efirlərimizdə də bunu dəfələrlə qeyd elədik. Düzdür, bunu görməzdən gələn, Ukrayna generalitetini, Ukrayna hərbi siyasi rəhbərliyini küçümsəyən, kiçildən, nüfuzdan salmaq istəyən, lağ-lağ eləyən, gah aktyor deyən, gah klon deyən, gah nə bilim balaca südəmər uşaqlar və s. belə adlar deyən, bu da Rusiyadan gəlir də, Rusiya mətbəxindən gəlir, propaganda mətbəxindən və onun təkrarlayan, burada baş aparan adamlar da vardır və tamaşaçımızı da bu çaşdırırdı. Biz də dəfələrlə qeyd eləmişdik ki, Ukrayna generalitetinin özəlliyi, yəni Rusiyadan fərqi odur ki, bunlar gəncdirlər, 82, 83, 84, Malyuk 83 təvəllüddür. Və Ukrayna milli demək təhlükəsizlik, milli ideolojisinə əsaslanan və belə yetişən generalitetdir. Yəni Ukraynanın azadlığına, istiqlaliyyətinə, güclü dövlət olmasına fokuslanan və ömrünü həsr edən. Vətənpərvər, bəli, bir yapıya və quruluşa malik olan həm psixoloji cəhətdən, həm hazırlıq cəhətdən, həm də bunların həqiqətən də elmi, hərb elmini əxs eləməsi unikal şəkildə baş verib. Həm Ukrayna müstəqilliklərində, həm də NATO proqramları çərçivəsində tamamilə fərqli doktrinlərə əsasən savaşırlar. Yəni bir tərəf geridə qalmış 80 illik doktrinlə savaşarkən, yəni Rusiya tərəfi, bunlar isə yeni zamanın çağırışlarına və səsləmələrinə ayaq uyduran və asimetrik və deep strike taktikası ilə savaşırlar. Bunu General Sırski bildirmişdi və budur. Artıq özünü biruzə verir. 3 gündür dünyanın hərb tarixini altın üstünə çevirən bütün hesab kitabı həqiqətən də yenidən yazılması, sil başdan yazılmasına rəvac yaradan və bir neçə mətləblərdən, olacaqlardan, yəni savaş sahəsinin yenilənməsi, hərbi doktrinaların yenilənməsi, demək, milli təhlükəsizlik konsepsiyalarının yenilənməsinə rəvac verəcək və yol açacaq, cığır açacaq əməliyyatlardır bunlar. Artıq bütün dünya ekspertləri, beynəlxalq nüfuzlu ekspertlər, xüsusilə hərbi ekspertlər bu barədə danışırlar. Burada özəlliklə nəyi vurğulamaq lazımdır? Heç bir nüvə eskalasiyasına zəmin yaratmadan, nüvə triadasının bir qolunun, bir ayağının daşıyıcılarını, nüvə raketlərinin özlərini deyil, daşıyıcılarını sıradan çıxartmaqla iflic vəziyyətə salmaq, bu yəni ağıl kənarı, ağıl xarici bir əməliyyatdır. Bunu heç kim düşünə bilməzdi ki, belə də etmək olarmı? Yəni bugün əgər Rusiya tərəfi öc almaq üçün, qisas almaq üçün o raketləri götürüb Ukraynanın üstünə atmaq istəyərsə, artıq təyyarəsi yoxdur.